Edəndən sonra mən kompüteri götürüb Quran oxuyurdum. İslam haqqında oxuyurdum. O deyirdi, Emma, istərdim bir gün müsəlman olasan və hicab geyəsən. Cavab verirdim ki, xeyr, bunu unut, heç vaxt. Mən bunu eləmək istəmirəm, xoşlamıram deyirdim. Beləliklə internetdə araşdırmağa davam edirdim. Bir dəfə mən internetdə İmam Əli əleyhissalam haqqında bir səhifə gördüm. Səhifəni açdım və oxumağa başladım. Yazını yarıya qədər oxudum. Mənə ağlamaq tutdu. Ağladım. Kompüteri əlimə alıb soruşdum ki, axı bunu kim yazıb? Kim yazıb bunu? O zaman bu yazı mənim həyatıma o qədər təsir elədi ki, hey göz yaşı tökdüm. Onu oxudum və nə qədər oxuduğumu bilmirəm. Çünki o qısa dua deyildi, uzun bir dua idi. Mən onu oxuyub ağladım və dedim, ey əziz Allah, mənim ürəyimi aç. Axı bu nə idi? Mənə nə olur? Dedim və yerə yıxıldım. Göz yaşlarım dinmirdi. Mən dedim, axı İmam Əli kimdir? Kimdir o? Niyə bu sözləri deyir? Mən bunu sevdim. Qəfildən eşitdim ki, deyirəm, la ilahə illallah və əşhədü la şərikə Allah. Mən şəhadət gətirirdim, evimdə ağlayaraq. Telefon zəng çalırdı, heç telefona cavab da vermədim. Bilmirəm nə qədər zaman çəkdi. Bundan sonra biraz özümə gələndə telefona cavab verdim. Yoldaşım mənə dedi, sənə nə olub? Sən bu günlər çox gərginsən. Axı nə olub sənə? Mən danışa bilmirdim, ancaq ağlayırdım. Yoldaşım dedi, Emma, nə baş verib? Sən yaxşısan, xəstələnməmsən? Nəhayət ona dedim ki, yox, mən müsəlmanam. Nə sən? Dedim, müsəlmanam. Səndə hər şey qaydasındadır, Emma, nə olub sənə? Yoldaşım təşvişə düşmüşdü. Yoldaşım evə gəldi və mən ona hər şeyi danışdım. Dedim, sənin dediyin kimi hicab, culba istəyirəm. Ona israrla bildirdim ki, mənə hicab tapsın. Yoldaşım dedi, yox, fikirləşirəm ki, ciddi deyilsən, məndən zarafat edirsən. Cavab verdim ki, xeyr, tamamilə ciddiyəm. Beləliklə, mən başımı örtdüm və uzun geyimlər geyindim. İnternetdə İmam Əli haqqında oxuduğumu danışdım. Düşünürəm ki, İmam Əlinin həyatı, onun Allah Subhanahu Taala'nı necə sevməsi insanlar üçün güclü bir ilham mənbəyidir. O gündən mən İslama sarıldım və İslamı sevdim, hicabı sevdim, məscidi sevdim, bunların hamısını sevdim. Nə zaman kimsə mənlə söhbətə başlayanda, mən də onlara İslam haqqında danışıram. Onlara deyirəm ki, məni Allah Subhanahu Taala və Əhl-i-Beyt haqqında danışmaqdan başqa söhbətlər maraqlandırmır. Çünki Əhl-i-Beyt üzvləri kifayət qədər pak insanlardır. Əvvəl bunu mən başa düşmürdüm. Amma onlar haqqında oxuduqca bildim. Muhammed Peyğəmbər əleyhissalam Allah Subhanahu Taala'dan qəbul elədiyi hər şeyi öz ailəsinə öyrətdi. Onun ailəsi də açıq ürəkli idi. Aldıqları hər şeyi paylaşırdılar. Onlar sübut edirdilər ki, bu həqiqətən də Allah Subhanahu Taala'nındır. Bu günə qədər də kimsə nə zamansa açıq ürəklə onlar haqqında eşidirsə, dəyişir. Həyatı dəyişir.